Rasim Balayevin Azərbaycan Respublikasının xalq artisti, böyük sənətkar, çox böyük sənətkar, dünyasını dəyişdi. Mən onun fotosunu paylaşdım və yazdım, heyif, hələ yaşamalıydı. Nə etmək olar? Allah, o verir, o da alır. Biz heç nə deyə bilmərik. Rasim müəllim, bütün sənət adamları, bütün insanlar sizi sevərlər. Hamısı kədərləndi. Hamı kədərləndi ki, Rasim müəllim, siz yoxsuz ki, sual versinlər ki, niyə belə tez getdiniz? Belə götürəndə bizdə artıq qocalıq 70 yaşından sonra başlayır. Rasim müəllim elə qocalığı heç yaşamamışdı. Mən elə deyirdim ki, Rasim müəllimlə bir görüşüm, çoxlu açıqlamalar edirdim ona. Onunla bağlı video çatlar paylaşırdım, fotolarımı paylaşırdım. Ən xoş sözləri Rasim müəllim üçün deyirdim. Amma bir məqam olmurdu ki, mən onunla bir görüşüm, bir söhbət edim və ona deyim ki, Rasim müəllim, mən sizi çox uzun illər bundan əvvəl Gənclik metrosunda gördüm. Mən əyləşmişdim, çox cavan idim, çox, belə 17 yaşım ya olardı, ya olmazdı. Əyləşmişdim, başımda da belə o vaxt bir qara şal var idi, nənəmin idi. Belə bir simvolik olaraq ondan istifadə edirdim, istifadə etmişdim. Belə çinimə atıb əyləşmişdim. Bir də gördüm ki, qapı açıldı. Hamı çönüb bir nəfərə baxdı. Mən də belə aradan baxdım, gördüm ki, Rasim Balayevdir. Arıq idi, uzun idi. Qara uzun palto geyinmişdi. Hava da soyuq idi da, yəni qış ayı idi. Çox gözəl idi, saçları gür. Üzü qara bəniz idi, amma çox sevimli idi. Hamı ona baxırdı. O belə hamıya göz ucu baxdı, sakitcə. Qapı tərəfdə yer yoxdur, dəmirdən belə yoxdur. Ora söykəndi. Yəni çalışdı ki, salonda ona baxanlarla o görməsin onları. Onun baxışları məhz ona baxanlarla toqquşmasın. Və növbəti stansiya idi. Məncə Ulduz deyildi, Qaraqarayevdə. Yox, Əzizbəyev metrosunda. Yəni o stansiyada, metrosunda deyəndə ki, o stansiyada düşdüm, mən səhv etmirəmsə. Mən həmişə istəyirdim bir Rasim müəllimlə görüşüm. Ona deyim ki, Rasim müəllim, sizi mənim çox gənc vaxtımda, az yaşım olan bir vaxtda, yəni gəncliklərimdə gördüm. Yəni belə hamıya dedim, mən Rasim Balayevi görmüşəm, mən Rasim Balayevlə eyni qatarın vaqonunda getmişəm falan. Allah mənə də qismət etmədi, ona da qismət etmədi ki, mən ürəyimdən keçənləri ona deyim ki, mən o vaxt sizi gördüm. Allah sizə rəhmət eləsin Rasim müəllim. Rasim Balayev, böyük sənətkar idiniz, çox böyük. Siz Azərbaycanın, dünyanın Nəsimisi, Babəki idiniz. Həmişə yeriniz görünəcək. Məhz filmdə, məhz səhnədə, məhz Azərbaycanda, izləyicilərin gözündə, fikrində, beynində daima yaşayacaqsınız.